Səfər 44 Nimbus komandasının oyunu başladı. Hər iki komandaya uğurlar. Səfər 44 komandası topla oynayır. Qapıcı mərkəzə ötürmə, Elvinə zərbə xəyaldan və qol. Nimbus komandası 20-ci saniyədə hesabı açır. Xəyal 1-0 eləyir hesabı. Hesab artıq erkən dəqiqələrdə açıldı. Daha doğrusu erkən saniyədə açıldı. Heç bir dəqiqə keçmədi ki, Səfər 44 komandası hesabda geriyə düşdü. İndi zərbə qapıdan yan keçdi top. Xəyal Nurlan ötürməsi, Xəyal götürür. Emil ötürmə, qarşılayırlar. İndi Zəfərin hücumu blokladılar. Müdafiəçi Nihal blokladı zərbəni. İmkan vermədi qola. Nurlan çıxartdı. Kənan ötürdü komanda yoldaşına. Elvin. Emil irəliyir. Nimbus komandası hücumdadır. Emil hələ də toplu irəliyir. Nihadın zərbəsi qeyri-dəqiq alındı. Top ayağına oturmadı, qeyri-dəqiq alındı. Elvin irəliyir, ötürməsi. Kənan qarşılayır. Kənan zərbəsi qapıcı blokladı. Kənan hələ də top Nimbus komandasındadır. Kənan Alladı məqsədə alınmadı. Əhməd çox gəldirsən. Əhməd yerine gel. Yanlışlıq Elvin. Yox, alınmadı, imkan vermədilər müdafiəçilər. Nihad bloklayır. Ötürmə. Emil irəliyir, yenə də ötürməsi. Qayda pozuldu Emilə qarşı. Nədir, mən də qoşulum ora, bunu bir nəfər baxsınlar. Heveskar Ligon. Qapısı götürür topu. Kənan, Xəyal ötürdü Emilə. Emildən Xəyala, Xəyal zərbə. 2-0. Müdafiəni yardılar bir neçə pasla və hesabı 2-0 eləyir. Nimbus komandası yenə qolun müəllifi Xəyal olur. Elvin çox atdı topu özünə irəliyə. Kənan, Emil alladır Rəşadı, ötürməsi, Xəyal toxuna bilmədi orada, yoxsa hesabı 3-0 eləyəcəkdi Nimbus komandası. İndi hücumdadır Zəfər 44 komandası, zərbə, top qaçır, dəqiq ola bilmədilər. Kənan, Xəyal zərbə, qapısı götürür topu. Elvin
Rəşadla oynadı, ancaq Xəyal arxadan gəldi. Ötürmə dəqiq deyildi o qədər də Xəyal. Emil. Elvin. Zərbə, qapçı. Götürür, Rəşad zərbəsi bloklaşdırırlar. Out olacaq. Nimbus komandası out atışı ilə top oyuna daxil edəcək. Nihatdan ötürmə müdafiəyə Kənan. Nihat. Kənan. Xəyal. Emil. Elvi. Out atışı olacaq. Xəyal. Emil. Kənan. Emil. Ay ay ay. Emil. Zərbə gələ biləcəkmi? Yox. Qapçı çıxartdı. Elvin. Pressing eləyirlər və ikinciden zərbə olacaq. Səfər 44 komandası ikinciden zərbə yerinə yetirir. Top gerisinə düşdü. Orada oyuncunun. Zərbə gələ bilər. Rəşad zərbəsi blok gəldi. Zərbə, blok, zərbə. Yenə blok gəlir. Dirəyə dəydi top və out Nimbus komandasının xeyrinə. Emil. Xəyal, Emil. Emil keçir. Bloklayırlar. Kənan. Elvin aldı topu. Yaxşı alladır. Ötürməsi zəif idi. Pis alındı. Daha doğrusu geridə qalındı. Arxadakı oyuncunun Rəşadı görsə daha yaxşı olardı. Rəşad. Ortaya çək, ortaya çək. Kənan. Emil. Xəyal. Qaça bilər. Qapısı vaxtında tərk elədi. Qapısını. Sürətli əşsizimin qarşısını aldı. Emin. Emindən Xəyala. Xəyal. Boşda ora. Zərbə gələ bilmədi. Blokladılar. Sən də danışsa. Elvin. İrəliyir Elvin. Elvin. Ötürdü. Zərbə və qol. Hesab 2-1 olur. Gol deyil. Yox, gol deyil. Gol qeydə alınmır. Kənan. Ancaq yaxşı əşsizim eləmişdi. Səfər 44 komandası gol olmasına baxmayaraq, gol olmamasına baxmayaraq, Emin. Emin, Xəyal, Xəyal alır topu. Xəyal. Xəyal. Alladır, Emini ötürür. Eminin zərbəsi, ikinciden zərbə. Nədən? Motom prova.
yaxşı alladır oyuncuları. Emil imkan vermir. Xəyal, Emin. Elvin. Cinaho ötürdü topu. Elvin. Ötürmə Rəşada bloklayırlar. Qarşısını alırlar. Emil. Xəyal istiqamətinə qapıcı uzaqlaşdırır. Emin. Xəyalı ötürmə, Xəyal. Emin. Emin. Rəşad. Ötürməsi. Ancaq yenə də top Nimbus komandası futbolçularındadır. Emil. Keçir. Çatacaqmı? Çatırlar. Hücumlarına baxın Zəfər 44-ün. Və cərimə zərbəsi. Qayda pozuldu. Elvin. Elvinin zərbəsi blok gəldi. Qapçı. Rəlliyə ötürmə. Rəşad. Ötürməsi blokladılar. Veys blokladı onun ötürməsini. Emil. Emil. Emil irəliyir. Rəşad. Ay, topa saxlaya bilmədi ayağında Rəşad və At Nimbus komandasının olur. Ani səhvlik top Nimbus komandasına keçir. Emi, Xəyal, Kənan. Emil. Kənan. Kənan. Mübarizə gedir orada. Veys. Emin. Emindən Emilə. Emil. 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 Alladır Xəyal. Qapçı. Qaytarır. Rəşad. Xəyalın ötürməsi. Elvin. Geriyə. Hücumda Zəfər 44 komandası ancaq Emin qarşısını alır və ona qarşı qayda da pozulur burada. Veys. Ötürür topu geriyə Nihada. Niha. Daha doğrusu Emindir bu. Emin. Yox. Səhvini düzəldir. Daha doğrusu tam düzəltməyir. Rəşad qapıcı götürür. Out olacaq Zəfər 44 komandasının xeyrinə. Nurlan. Qapıcı ötürmə. Qapıcıdan irəliyə ötürmə. İrəliyirlər zərbə. Qapının biraz üstündən keçir top. Buxum gəlir ya. Xəyal. Ötürmə ancaq orada heç kim yox idi. Heç kim qaçmırdı o zonaya. Qayda pozuldu. Bəli, qayda pozulub orada. Zəfər 44 komandasının futbolçusuna qarşı. Nurlanı ötürmə, Elvindən Nurlana. Nurlan geriyə qapçı ilə oynadı. Qapçıdan Cinaha ötürmə. Nurlan qapçı. Görək necə olacaq.
At olacaq. Pressing eləyirdilər. Pressing eləyirdilər və nəticədə top Səfər 44 komandasında qaldı yenə də. Veysdən irəliyə ötürmə. Qapıcı Nurlan. Elvin, Nurlan. Qapıcı irəliyə ötürmə. Heç kim yox idi orada. Daha doğrusu çata bilmədi topa və Kənan başlayır. Veys. Emil çata bilmir topa. Elvin geriyə ötürmə. Mərkəzdə irəliləyirlər. Ancaq Veys götürür topu, irəliləyir. Out. Geriyə Kənan. Elvin. Kənan topu çıxartdı və Elvin altdan top oyuna daxil eləyir. Elvin. Və qapıdan zərbə alacaq. Nimbus komandası qapıdan zərbə ilə top oyuna daxil eləyəcək. Emil. Xəyal. Elvin. Zərbə qeyddə qalınır. Kənan. Xəyal. Kənan. Xəyal. Yenidən Xəyal. Emin. Xəyal. Zərbə. Qapıdan yan keçir top. Dəqiq oynaya bilmədi burada Xəyal. Nurlan. Ötürmə Elvinə. Nurlan. İmkan vermədilər ona. Topu biraz özündən çox irəliyə bıraxmışdı Nurlan. Elvin. Nurlan'a ötürmə. Nurlan. Alladır. Zinaha ötürmə. Zərbə. Dirəkdən qayıtdı top. Zərbə qeydliyə qalınır. Dirəkdən qayıtdı və Səfər Elvinə dəyib top meydanı tərk edir. Qapıdan zərbə. Kənan, Nihat, Emin, Nihat, Emin gerisinə düşür. Nihat imkan vermirlər. Kənan, Nurlan. Qayda pozulub Kənana qarşı. Nə verdin? Darısın. Yatdım. Biraz yat. Sinan başlayır birazdan. Zərbə qapıcı. Qüvvətli zərbə gəldi Emindən və qapıcı qaytardı bu zərbəni. At Nimbus komandasının xeyrinə. Xəyal. Xırda paslarla rəqibin cərimə meydançasına girmək istəyir Nimbus futbolçuları. Yaxşı bacarırlar bunu. Veysdən ötürmə. Eminin zərbəsi top qapdan biraz yan keçir. Uzaqdan zərbələri yaxşıdır onun. Kənan. Boş buraxdılar. Və top Nimbus komandasına keçir. Kənan. Ötürmə Xəyala. Xəyalın zərbəsi qapıdan yan keçir top. Hə, Allah. Kənan alır. Çox keyfiyyətli oynayırlar. Çox pressingli oynayır Nimbus komandası. Zərbə və təkrar zərbə. Top qapıdan yan keçir. Xəyal bu gün neçə epizodu qaçırdı. Vurduğu kimi də qaçırır. Oradan top necə oldu ki keçmədi. 3-0 olacaqdı hesab. Elvin. Rəliyə ötürmə. Nurlan. Qapıcı imkan vermir. Out olacaq. Səfər 44 komandası altdan top oyuna daxil eləyəcəklər.
Elvin topun gerisindədir. Elvindən geriyə ötürmə komanda yoldaşına. Ötürmə Elvinə. Alladır. Zərbə və qol. Ötürməsini elədi və hesab 2-1 olur. Hesab arasındakı fərqi azaldırlar. Qolun müəllifi İsmail olur Zəfər 44 komandasında. Ay, Nurlanı ötürmək qeydiyə qalında, ancaq Emin zərbə bloklayırlar. Rəşad alır topu, ancaq irəliləyə bilmir. Kənan pressing eləyir Zəfər 44 komandası, bir qol alaraq ümid verib. Görək oyunun sonluğu necə olacaq. Hakim hələ ki oyun deyir. Emin Xəyal alır topu, Veys Emin Xəyal, zərbə. Yenə alınmır Xəyalın zərbəsi. Yenə bu imkandan, bu fürsəti əldən verir. Rəşad, nəsə bugün ikinci qoldan sonra Xəyalda alınmır sanki. Emin, Nihada ötürmə, Nihad, Kənan. Yenə Nimbus komandası sürətli əks hücum qurur. Nihad, zərbə. Bir dəfə qapısı götürür. Çərçivəyə düşə bildi bu dəfə Nimbus futbolçuları. Yüngül zərbə idi və qapıcı da zərbəni rahatlıqla götürür. İrəliyirlər. Bloklarla sürətli gəlmişdi, ancaq qarşısı alındı. Kənan Emin Nihad Xəyal Kənan zərbə, qapıcı qaytarır topu. Rəşad əllə onu ehtiyac edirlər, ancaq əllə kim? Hə. Əmimdir. Sən yerində. Allah haqqı. O da əmimdir. Qardaşlar, və də Afqanlar. Kənan. Çox da qardaşları. Altı qardaş olublar. Əşrəf. Oyuna İbrahim girir. Yox, İsmail girir oyuna. Qolun müəllifi, birinci qolun müəllifi Zəfər 44 komandasının. Hə. Maşınla gedərik, axşamdan maşınla. Hə. Kim oynadı? Murad əmək. Hə, 10 dən qardaş var, özünə oxşar. Azad əmək. Sən gördün, qrup qurdu, Qurəmən olsun. Baxdım gördüm. Dedim, bu da düşdüm aşağı, bir də bunu gördüm. Bu da bunu gördüm. Abdın qaranda sözüm belə qardaşım. Rəşad pressing eləyir. Ala bilmir topu ancaq. Və birinci isə başa çatır. Zəfər 44 Nimbus komandası oyununda birinci isə başa çatır. 2-1 Nimbus komandası hesabda irəlidədir. Oyunun ikinci hissəsi başlayacaq indi. Başladı oyunun ikinci hissəsi Nimbus. Zəfər 44 oyununda Nimbus komandası 2-1 hesabı ilə Zəfər 44 komandasını qabaqlayır.
Nihad ötürdü Xəyala. Xəyal irəliyir, cinahla irəliyir, alladır. Emili ötürdü. Onun ötürməsinin qarşısı alınır. Emil. Xəyal, Emil ötürdü Xəyala. Yenidən Emil, Xəyal. Emil. Çox asan irəliləyirlər. Çox asan irəliləyir rəqibin cərimə meydançasına doğru. Paslaşma cəhətdən, oyun qurma cəhətdən çox yaxşıdır Nimbus komandası. Zərbə qeydiyə qalınmır və qapıcı ötürür Nurlana. Nurlan, Rəşad. Rəşad yaxşı fırlanır. Kənan. Emil. Xəyal. Xəyal. Emil. Xəyalın zərbəsi və qapıcı qaytarır zərbəni. İsmail, zərbə, qapıcı çıxardır bu zərbəni. Yaxşı zərbə indirmişdi İsmail. Yaxşı irəlilədi Zəfər 44 komandası. Ötürmə. Yenidən küncdən zərbə təkrarlanacaq İsmail tərəfindən. İsmailin ötürməsi. Nurlan. Emil. Emilin ötürməsi. Əli ötürmə. Emil. Emil. Xəyal. Rəşad. Anlaşılmamazlıq var idi burada. Elvin. Elvinin zərbəsi və blok. Emin. Emin. Emindən ötürmə Nurlan bloklayır burada zərbəni. Rəşad. Xəyaldan ötürmə Emilə. Emil. Emil qapıcı çıxartdı. Daha doğrusu tam çıxarda bilmir. Xəyalın zərbəsi və 3-1. 3-1. Axır ki ayağı açıldı onun da. 3-cü qolu vurdu. 2-ci qoldan sonra. 3-1. Nimbus komandası hesabda irəlidir. Görək, Zəfər 44 komandası oyunu dəyişə biləcəklərmi? İsmail, qeydiyə götürmə. Emil. Xəyal pressing eləyirlər. Emil alır. Kənan, Kənan, Xəyal. Xəyal, Kənan, zərbə qapının üstündən keçir top. Emil. Emin. İsmail. İsmail. Nurlan. Çəkir zərbəsi qeydiyə qalınır. Nihaddan irəli ötürmə. Xəyal. Xəyal saxlayır, Emili ötürür. Zərbə qapının yanından keçir top. Nurlan. Nurlan. Dəli ötürmə. Kənan. Emil. Emildə ötürmə.
Zərbə top qapının üstünə. Meydan tərk edir, irəli ötürmə. Ötürmə, heç kim yox idi orada, heç kim yox idi. Qapıdan zərbə. Canan. Eminə ötürmə. Emin. Ötürdü Emilə. Emil. Oyunu saxtarır. Elvin. Sürətlə Kiçin Zəfəri 44 komandasından. Elvin ayaqları bir-birinə dolaşdı Elvinin. Yenə topu ələ keçirir. Ötürməsi Nurlana çatır topa. Allah topu rəqibin ayağının arasından keçirdən daha özü irəliləyə bilmədi. Emil. Hücumdadılar. Emil. Kənan. Qayda pozuldu. Cərimə zərbəsi. Zəfər 44 komandası yerinə yetirir. Elvinin ötürməsi Rəşada. Eminlə Emilə. Emil. Kənan. Emil. Elvin. İsmail. Rəşad zərbə. Dəqiq alınmır Rəşadın zərbəsi. Hesab dəyişməz olaraq qalır. Emin. Ötürmə. Nihat. Elvin. Nihat. Emil. Nihat satacaq mı? Nihat topluyor. Nurlan. Rəşad. Emil. Çata bilmirlər. İsmailin zərbəsi qapısı götürür topu. Emin. Nurlandan geriyə. Elvin. Nurlan. Zərbə. Üçüncüdən zərbə olacaq. Rəşadın ötürməsi, gəlirlər, Nurlan vaxtında cəld davrandı, Nurlan qapçı, Emin, zərbə və 4-2 oldu hesab, 4-2 yox, 4-1 oldu hesab 4-1 olur. Hesab daha da böyüyür. Nimbus komandası hesab arasında fərqi böyüdür. 4-1 edir. Ötürmə Elvin, zərbə qapçı götürür. Kənan. Emin. Əl oyun.
Emin Kənana ötürdü. Kənan. Emil. Emil. Oyna. Elvin götürür topu. Elvin. Ötürməsi, zərbə. Qapçı qaytarır. Nurlan. Xəyal. 5-1 olur hesab. Xəyal hesabı 5-1 eləyir. Yenə Zəfər 44 komandası böyük hesabla məğlub olur. Bu həftədə problem nədir? Hələ ki bilinmir. Çatdılar müdafiəçilər. Veys. Xəyal. Qapısı. Sərt girişmişdi və hakim penalti zərbəsi təyin edir. Zərbə Elvin. Oldu təzə penalti. Bilmirəm. Biri dardı. Penaltini düzgün yerinə yetirə bilmədilər. Kənan. Emil. 5-1 Nimbus. Reis sata bilmir topa. Qapısı biraz bərk oturdu. İsmail. Zərbə. Və 5-2 olur hesab. Elvinin ötürməsi sonrası hesab 5-2 olur. Penaltiden yararlana bilmədilər, ancaq oyundan fərqlənə bildilər Zəfər 44 komandası. Xəyal. Qapısı çıxardır Xəyal. Yenə qapısı çıxardır. Zərbə Rəşad bloklayır. Xəyal. Hesab. Açıq əlbi hara saysan? Açıq əlbi. Mən görmədim. Onda başqa qoy, hakim də qoy. Mən tək görə bilmirəm. Gol qeydə alınmır. Elvin. Onda hakim qoyun başqa qoy. Mən tək Xəyal. Zərbə. Top yandan keçir. Beyzaqılla oyna, oyuncumu götürür. Hemen getilər, üç səfərdə. Hemen gəl üstünə. İsmail. Alladır. Zərbəsi. İkinciden zərbə. Elvin. Penaltı. Penalti zərbəsi olacaq. Zəfər 44 komandası yerinə yetirəcək. Yox, cərimədir deyəsən. Axı. Cərimə zərbəsi.
penalti deyil, cərimə zərbəsidir. Zərbə bloklayırlar. Qapçı Elvin Rəşad Elvin Xəyal pressing edir Rəşada. Qapçı irəli ötürmə. Veys zərbəsi qeyridə qalınır. Out olacaq. Gərək altdan topayına daxil eləsinlər. Rəşad irəli ötürmə. Veys Veysdən Emilə Emil Rəşad qapıdan zərbə ilə Zəfər Qıtar komandası başlayacaq. Veys irəli ötürmə. Xəyal Kənan Emil zərbə blok. Emil ötürməsi. Üçüncüdən zərbə. Amma yəqin bir 10 dəqiqə zad qalar. Bəşədazi İsmail'dan Rəşada ötürmə. Rəşad ötürmə blokladılar. İkinciden zərbə alacaq. Rəşad Elvinin zərbəsi top qapıdan qapının üstündən keçir. İkinciden zərbə. İsmail zərbə. İkinciden zərbə alacaq. Xəyal qaçır, Xəyalın zərbəsi dirəkdən qayıdı top. Kənan Nurlan geriyə Əli ötürmə. Qapçıdadır top. Qapçıdan qeydiyə götürmə. Elvin Alladır ötürməsi. Nurlanın zərbəsi qapçı çıxardır və ikinciden zərbə olacaq. İkinciden zərbə. Elvinin ötürməsi. Rəşad yaxşı oturmadı top ayağına. Yaxşı fikirləşmişdi, ancaq otuzdura bilmədi topu. Kənan Emin Kənan zərbə qapçı. İrəli ötürmə. Nəfər qapçı. Nimbus komandasının qapçısı götürür topu. Emin penalti zərbəsi. Xəyalın zərbəsi və top qapının üstündən keçir. Əli ötürmə. Nurlan Rəşad
Xəyal. Reis. Qayda pozuldu. Emil. Emin. Saxlaya bilmir topu. Canan. Emil. Nöqtəni qoya bilərdi burada. Nimbus komandası. İsmail hələ ki allatmaq istəyir rəqiblərini. İsmail allatdı, ancaq keçə bilmədi. Xəyal. Rəşad. Qoymur keçməyə. Emin. Xəyal. Reis. Geriyə qapçı. Rəli ötürmə və top alta gedir, alta dəyir. Başla. Reis. Xəyal. Zərbə, qapçı qaytarır. Xəyal. Ötürmə. İsmail, zərbə, qapçı. Reis uzaqlaşdırır, out olacaq. Emil, blok gəldi ötürməsinə. Emil, yenə də blok. Rəşad blokladı 2 zərbərində. Oyunun bitməyinə az bir vaxt qalıb və 5-2 hesabı ilə Nimbus komandası dəldədir. Rəşad. Reis. Out. Rəşad. Zərbə, blok gəlir Emil. Canan. Emil. Canan. Emil. Xəyal. Və oyun başa çatır. 5-2 hesabı ilə Nimbus komandası Səfər 44 komandasını məğlub edir. Təbrik edirik Nimbus komandasını.